Cənab Prezident, 92-93-cü ildə biz buradan ağlayaraq, sürünərək getmişik. Sizin sayənizdə, sizin rəhbərinizin altında, ondan sonra sizin dəmir yumruğunuzun altında, ordumuzun gücündə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizə çox təşəkkür edirik. Bu günlərim mən tək getmişdim, 6 uşağı götürüb özümlə gəlmişəm bura. Allah sizə can sağlığı, uzun ömür versin, Cənab Prezident. Çox sağ ol, sağ olun. Oradan da böyük xoşbəxtlikdir. Artıq 2 ildir ki, bu diyar işğalçılardan azad edildi. Xanoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Evlər yenidən tikildi, quruldu. Bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir, neçə ildir.